Erkən evləndirilmişəm. Amma əgər erkən evləndirilməsəydim, indi hər şeyim qurulmuş, hazır olardı. Mən bu sahədə professional öyrənmək üçün gələndə 40 yaşım var idi. Ona qədər evdə uşaqlarla məşğul oldum, uşaqları böyütdüm. Sonra qərar verdim. Uşaqlıqdan çox sevirdim. Həm işin içindəydim, yəni mənim üçün sonradan belə olmadı bu. Bildiyim şeydən gəldim. Ona görə də qərar verdim ki, daha yaxşı olar professional formada öyrənim peşəni və Rustavidəki Modus Kollecinə qəbul oldum. Orada yaxşı öyrətdilər. Gənc qızlar, xanımlar öyrətmək istəyirəm ki, onlar da öyrənsinlər, öz işlərini özləri bilsin, işlərinin sahib ola bilsinlər. İndi qızlar oxuyur, adam baxıb sevinirsən də əslində ki, bax bizim qızlar da gedir, gəlir, oxuya bilirlər. Amma əvvəl belə deyildi. Əlbəttə mənim qızım oxudu, yuristi oxudu, magistr oxudu. Gec yaşda evləndi, 27 yaşında evləndi. Heç vaxt razı olmazdım ki, tez yaşda evlənsin. Uşaqlarım məni çox dəstəkləyir. Bir oğlum, bir qızım var. Qardaşlarım çox dəstəkləyirlər. Atam, anam, ailəm məni çox dəstəklədi. Əvvəllər pasiv həyat yaşayırdım. Ev işləri, evdə uşaqları böyütmək, belə. Amma sonra artıq dəyişirsən, öz güvən gəlir insana. Ona görə mən düşünürəm ki, bütün qadınlar öz işlərinin sahibi olsunlar deyim. Yəni bir yerdə işləsinlər də yaxşı olar ki. Çünki adam elə təkcə pul qazanmaq deyil, işləmək üçün həm də insanın motivasiyası olur, öz güvəni olur. Hələ ki bir oxumağa girəndə o qədər deyən oldu. Bu yaşdan sonra nədir, nə edirsən, o tutduğun yerdə. Amma mən əhəmiyyət vermədim. Çox oldu, stereotiplər oldu. Əhəmiyyət verməyi çoxdan dayandırmışam. Özüm nə düşündümsə, hansı yolu özüm üçün seçdimsə, o yolla getdim, amma ailəm mənə dəstək oldu. Ev xanım olduğum halda təsəvvür eləyə bilməzdim heç. Ki, mən tikdiyim geyim Amerikanın Vogue jurnalında yayımlansın. Reva Oçova öz kolleksiyası üçün Gürcüstanda geyimlər tikdirirdi. Onun ikisini də mənə verdi. Bu gedib Fransaya göndərilib, orada Parisdə fotosessiya olmalıydı. Və elə də elədilər. İkisini mən tikdim. Gürcüstandan getdi ora. Parisdə fotosessiya elədilər. Və onda Amerikanın, bilirsiniz də, ən tanınmış jurnalıdır Vogue. Orada yay buraxılışında yayımlandı. Bu mənim üçün çox möhtəşəm motivasiya oldu. Özümün gələcəyimlə əlaqədar Lamia Couture böyütmək istəyirəm. Daha belə brend tikişlər istəyirəm, işlədim.